Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bayraq meydanı yaxınlığından, Bayıl Marinadan salamlayırıq sizi. Premium bir bina, rezidens bir bina və premium təmirli bir mənzil təqdim edəcəyik. Bir otaqdan 2 otağa düzəlmiş bir mənzil. Binada 2 həyətyanı sahə var. Biri hazır olmaq üzrədir, digəri də binanın qarşısında yerləşir. Orada daha geniş həyətyanı sahədir. Tam rezidens binalardan biridir. Panoramanın da şahidi olursunuz. Geniş bir balkonu var mənzilin. 69 kvadrat ölçüsü var. Və həm qonaq otağının, həm də yataq otağının qarşısını əhatə edən geniş ölçülü bir balkonu var. Texniki balkondur bura, həm də kombi sistemi, qaz sayğacı və kollektor sistemi burada yerləşdirilib. Və mənzilin xolu hissəsindən davam edirəm. Mənzilimiz bu rezidens binanın 12 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. 69 kvadrat ölçüdədir və bir otaqdan 2 otağa düzəldilib. Xol hissəni görməkdəsiniz. Döşəmə qrantisi döşəmədir. Premium təmir var mənzilin. Giriş qapımız, giriş qapısından girdikdə sağda domofon sistemi və belə bir tam boy qardirob mebeli var. 5 qapılı bir qardirob. Burada mənzilin sanuzeli yerləşir. Burada qonaq otağı yerləşir. 2 otağa düzəlmə studiya, mətbəx edilərək əldə edilib. Burada isə mənzilin yataq otağı yerləşir. Qapıların keyfiyyətini də görürsünüz. Mənzildə təmir zamanı premium inşaat materiallarından istifadə edilib. Otaqlarda döşəmə əla növ parketdir və ingilis yolkası teksturasında vurulub. Demək olar ki, tam aşağılı bir mənzildir və texnikalar da yerləşdirilib. AUX markalı kondisioner qonaq otağında buradadır. Paltaryan, qabuyan, bütün texnikalar var. Hamısını göstərəcəm sizə. Belə bir qonaq otağı və mətbəx birlikdə. Gördüyünüz kimi yumşaq mebel qoyulub, sadəcə yemək masasının yerləşdirilməsi qalıb. Mətbəx mebeli kifayət qədər böyük ölçülü bir mətbəx mebeli yerləşdirilib. Gizli bir soyuducudan istifadə edilib. Hotpoint markalı bir soyuducu yerləşdirilib bura. Alt hissəsi də dondurucudur. Daha sonra paltaryan burada quraşdırılıb. Hotpoint markalı bir paltaryan və Hotpoint markalı bir qabuyan da quraşdırılmış vəziyyətdədir. Qaz, elektrik sobası və gizli aspiratordan istifadə edilib. Üzəri və sinəliyi süni mərmərdir. Mətbəx mebelinin əla teksturası, membran panellərdən kifayət qədər gözəl bir mebel çıxıb ortaya. Twist end də həmçinin gözəl bəzədilib. İndi isə davam edirəm yataq otağı ilə. Yataq otağında da tam əşya planlaması həyata keçirilib. Ümumi üslub zövq olaraq ideal seçimləri görürsünüz. Make-up yerləşimi burada rigger girintidə nəzərə alınıb və tam boy güzgü və mebel panellərlə əla bəzədilib. Böyük ölçülü bir yataq dəsti, tumbalar və yataq arxalığı akril panel və membran panellərlə əla bəzədilib. Yenə burada da AUX markalı kondisioner və 4 qapılı bir gömmə bir qardirob mebeli var. Əla teksturada. Son olaraq sanuzeldə göstərim və qiymət barədə məlumat verim sizə. Geniş ölçülü bir sanuzeli var, böyük ölçülü bir moydadır, solda quraşdırılıb. Divar içi unitaz üzəri nişa və saxlanc yeri və böyük ölçülü bir duş kabin hissə suşulkaya qədər quraşdırılıb və gözəl görüntü çıxardıb ortaya. Belə mənzilimizə start olaraq bu 69 kvadrat ölçülü mənzilimizə start olaraq təyin edilən qiymət 290.000 manatdır. Real alıcılar endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaş.